Əllamə Təbətəbainin özü filosof idi. Yəni belə sıradan moizə eləyən bir xətib deyil idi. Filosof idi, elm əhli idi. Bir dəfə bəzi cavanlar gəldilər ona dedilər ki, dindar olmayan cavana, dedilər ki, biz sizi bir ziyalı adam bilirik. Amma xəbəriniz var ki, mollalar İmam Hüseyn barəsində nə deyirlər? Deyirlər ki, yerlər, göylər Hüseynə ağlayır. Təsəvvür edirsiniz, Əllaməyə deyirlər ki, necə xurafi bir sözdür. Əllamə Təbətəbai da deyir ki, bəli, onlar səhv deyirlər. Belə deyəndə o cavanlar da, o dindar olmayan cavanlar da sanki öz sözlərinə bir təsdiq tapırlar. Əllamə deyir ki, davam eləyir. Deyir ki, yerlər, göylər ağlamır, elə belə ağlamır, qan ağlayırlar. Sonra bir daşı qoparır Əllamə, onun içindəki qanı göstərir ona. Əlbəttə, bu da Əllamənin bir kəraməti idi. Yəni, Əllamədə bilirsiniz nə qədər belə kəramətlər görsənib. Yəni, biz başa düşmürük, elə bilirik ki, yəni, necə ola bilər? Nə yaxşı ki, elə Quranda var, Quranda Asif ibn Bəlxiyə bir göz qırpımında Bilqeysin taxtını gətirdi, İbrahimə oda atdılar, yanmadı, İsmailin boğazını bıçaq kəsmədi, Əyyub belə oldu, Yusif elə oldu. Bunları Allah bizə başa salır ki, ey bəndələr, yəni buna şək eləməyin.